Axşamınız xeyir, necəsiz, nə var, nə yox. Evdə zətdə qulaq asmayın, qoyun qulağımıza. Bunun içində pox olsun, belə jizn olar. Patanda tərəfdən klient götürdüm. Günəşliyə aparıram da, 8 noyabr prospekti ilə qeyirəm, Raboç tərəfinə. Qaqaş bina oturdu arxaya. Qaqaş arxamda oturub, sola keçir, sağa keçir, qol altına açır, əlini qoyur, sigaret yandırır. Qaqaşa hər şey icazə vermişəm də. Bir dənə qalıb ki, skoy vursun maşında. Vırnıxır qaqaş, belə öldürür özünü. Görəm, nəsə o da öldü. Dedim, ala bu nədir, nə olub bu gicdillağa? Ay xaloğlu, tez sür, qurban, tez sür, tez sür, tez sür. Dedim, qaqaş düşücü iradara mənə girəcək də. Tez sür ki, sürəcəm də, bir dənə açılsın. Yolda probka da. Qurban sənə tez sür, tez sür, tez sür, qaqaş ses kesildi. Ama bir dənə iyi gəldi maşınla, mənim peçim xərəbdir. Bıraxan yeri var, arada bir hava çəkir deyə peçdən biraz osturaxmasına iyi gəlir. Dedim, yəqin peçin iyi. Gördüm, yox, o da gülə, bu peçin iyi deyil. Sən demə, qaqaş şişdi tumanla, süd içib gişdilla, seli bıraxdı tumanla. Ay bilə, maşından bir dənə poxu iyi gəlir. Deyirəm, ay xala oğlum, nə inədin sən, hə? Saxladın mı üçün? Gicdillah düşüb ayağından tökülür pox. Düşdüm aşağı. Demək, xala oğlum, nə şişdin deyəm, qaqaş sən mənim maşınıma. Mənə belə, qardaşım sən üzürlü sayı deyil, istəmədən oldu. Deyirəm, baxdım bir-iki dağa, dedim, yox. Hələ istəyər, içərdim maşına da, mən neynim, saatçığı taparım. Deyim, gicdillahsan qaqaş sən, yer tapmadın sıçməyə. 22-23 manat pulu var idi, 20 manat aldım, 3 manatda saxladım özünə. Çıxdım. 4 dənə şüşə aşağı gezirəm. Oğrat cama elə bilir ki, kayıfdaz adam, soğuk, bu soğukda ya. Maşından poxunu iyi gedmir.